ChatGPT-də tibbi məlumatlar olmamalıdır. Süni intellektin tibbdə tətbiqi ilə bağlı müzakirələr hələ də gündəmdədir. Bu dəfə mövzu ilə bağlı uroloq-androloq Niyaməddin Əliyev münasibət bildirib. O, STB xəbərə açıqlamasında qeyd edib ki, ChatGPT kimi süni intellekt platformalarında tibbi məlumatların təqdim edilməsi bəzi hallarda pasientlə həkim arasında fikir ayrılığı yaradır. Xəstəyə bir yazmışam, bu müayinələri edin falan desmişəm. Xəstə gedibdir. ChatGPT yazıbdır, görüb orada da deyiblər ki, bu müayinələr və mənə göndərib ki, doktor elə ChatGPT də sizin dediklərinizi deyibdir. O üst-üstə düşdüyü üçün sabahlarım o həkimdən imtina edəcəkdir. Bunun üçün ümumiyyətlə bizdə kiber üzrə baxılan platformada mütləq şəkildə tibbi şeylərin hamısını ChatGPT-dən çıxartmağa çalışdılar. Yəni %80-90 ChatGPT-də tibbi platformada heç bir şey əldə edə bilmərsiniz. Sadəcə o mütləq şəkildə, çünki insanlar dediyim kimi sağlamlığını önəmsəmirlər. Bu sağlamlıq üçün vacib şərtdir. Xəstə mütləq şəkildə ağrısı olarsa, evdə ağrı kəsici atarsa bir dəfə və ikinci dəfə ehtiyacı olarsa artıq ikinci dəfə həkimə getməlidir. Bununla yanaşı beynəlxalq təcrübə göstərir ki, süni intellekt hazırda daha çox həkimləri əvəz etmək üçün deyil, onların işini asanlaşdırmaq məqsədi ilə istifadə olunur. Beynəlxalq sorğulara əsasən səhiyyə işçilərinin 73%-i süni intellektin klinik məhsuldarlığı artırmaq potensialına malik olduğunu düşünür.